Salam əziz abituriyentlər, OTK-nın bugün keçirdiyi sınavın tarix sualları ilə tanış olaq. 31-ci sualda xəritədə ulduza verilmiş şəhərin 18-ci tarixinə aid xüsusiyyəti istəyir. Xəritədə ulduza verilən yer İrəvan ərazisidir və 18-ci tarixi deyilsə, burada İrəvan xanlığı mövcud olmuşdur. Çar Pyotr qoşunlar tərəşkil olunması xeyr. Pyotr 1722-23-cü ildə Azərbaycana yürüş edərkən Xəzər sahil vilayəti tərəşkillənmişdir. İrəvana aid deyil. Şah 1. Abbas tərəfindən Osmanlı işğalına azad edilməsi 1604-cü ildə baş verib bu hadisə. Bu isə 17-ci tarixinə aiddir deyə ikinci variantda götürmürük. Qarabağ xanının Asvetə düşməsi, bəli, bildiyimiz kimi Qarabağ xanı Pənahəli xan Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil xanlıqlarını işğal etmişdi. Bunların içərisində İrəvan xanlığı da var və 18-ci tarixinə aiddir. Ərazisində Sərdar sarayının inşası, bəli, bildiyimiz kimi İrəvan xanı Hüseyn Əli xan 1764-cü ildə Sərdar sarayını inşa etmişdir. Cavabımız 3, 4. 32-ci suala baxaq. Verilmiş nəticələrə uyğun döyüşləri müəyyən edin. Bizans ordusu məğlub edildi. Bildiyimiz kimi Bizans ordusu məğlub edilməsi Orxan Qazinin dövründə baş tutan Maltepe döyüşünə aiddir. Konstantinopol fəthini gecikdirən Ankara döyüşüdür. 1402-ci ildə Teymur bu yürüş etməklə Osmanlıların əsas məqsədindən yayındırdı. Və Moxaç döyüşü 1526-cı ildə baş vermişdir. Sultan Süleyman qanunu dövründə və Macar Çex ordusu məğlubiyyətə uğralmışdır. Cavab B variantı. Yusif Nəvsac və Şəmsəddin Nəzə aiddir. Bildiyimiz kimi hər iki hökmdar Azərbaycan varşəhərdə birləşdirib. Gəlin suala baxaq. Şirvanşahlar asıla salması, bəli. Ümumilikdə yadımıza saxlayaq ki, əziz şahidlər, Azərbaycan tarixində 5 dövlət, yəni 5 hökmdar Azərbaycan varşəhərdə birləşdirib. Və Azərbaycan varşəhərdə birləşdirmə missiyasını tamamlamaq üçün mütləq şəkildə Şirvanşahlar özünə tabe etməlisən. Bu variant demək burada öz əksini tapmalıdır həmişə kimi. Şirvanşahlar tabe edib Gürcülər üzərinə qələbə qazanılması, bəli, Yusif Nəvsacın dövründə Erməni və Gürcülərlə mübarizə aparılmışdı. Şəmsəddin Əlləzə dövrünə baxsaq, 1163-cü ildə Gürcülərə məğlubiyyətə uğralmışdı Naxçıvan yaxınlığında. Yeni dövrün əsasını qoyub xeyli Yusif Nəvsaca bunu aid edə bilmərik. Yerlərinizə aid etsək belə. Azərbaycanı varşəhərdə birləşdirib, bəli, biraz öncə dediyimiz kimi. Cavab 1, 2, 4. Demək 5 variantını niyə götürmürük? Çünki Dəvil əmirliyi 951-ci ildə yaradılıb. Bu əmirlik yaradılanda nə Sazilər dövlətindən Yusif Nəvsac yox idi. 34-cü sualda xəritədə paytaxtları ulduza verilmiş Azərbaycan dövlətlərinin tarixində 10-cu əsrin birinci yarısına aid xüsusiyyəti istəyir bizdən. Burada Şamaxı şəhəri göstərilib. Şamaxı isə həmin dövrdə Şirvanşahlar dövlətinin paytaxtı idi. Aşağıda ulduzla göstərilən şəhər isə Ərdəbil şəhəridir. Ərdəbil də həmin dövrdə iki Azərbaycan dövlətinin paytaxtı olmuşdur. Öncə Sacilərin, ardınca isə Salarilər dövlətinin paytaxtına çevrilmişdir. Hətta sonralar Rəvvadilər dövlətinin də paytaxtına çevrilib. Yalnız bizdən 10-cu əsrin birinci yarısı tarixini istədiyinə görə Rəvvadilər dövlətini burada götürə bilmərik. Demək, həm Şirvanşahlar, həm Sadi Salarilər dövlətləri 10-cu əsrin birinci yarısında Slaven yürüşünə, qarətçi yürüşlərinə məruz qalıb. Şirvanşahlar məsələn 909-cu ildə qarətçi yürüşə, Abbas qonasına edilən yürüşə məruz qalıb. Sadiləri 914-cü il yürüşünü nümunə götürmək olar. Salarilər də 944-cü ildə Bərdə faciəsini nümunə götürmək olar. Cədvəldə verilən oxşar cəhdlərini istəyir bizdən. Babillər üsyanı 1848, 1852-ci illərdə demək Cənubi Azərbaycanda Qacar şahına qarşı baş vermişdi. Zeynəb Paşa üsyanı 1898-ci ildə mütəkkilliyə qarşı baş vermişdi. Məşrut hərəkatı isə 1906, demək 1911-ci illəri əhatə edir. Hər üçünə aid olan xüsusiyyət 1 və 3 variantlarında düzgün göstərilmişdir. Cavab D variantı. 30-cı suala baxaq. Cədvələ əsasən döyüşdən düzgün verildiyi cavabı müəyyən edin. Biz bir Ərəb-Xəzər müharibəsi, bir də Ərəb-Sasani müharibələrinin gedişində baş verən döyüş tapmalıyıq. Bələncər döyüşü 643-cü ildə baş tutub. Kadisiya döyüşü isə 636-cı ildə baş tutub. Sabalan döyüşü 731-ci ildə baş tutan Ərəb-Xəzər müharibəsidir. Ktesifon döyüşü 637-ci ildə. Demək, hər bölməyə bir döyüş seçsək, cavab C variantı uyğun gələr. Digər döyüşlər də maraqlı gələrsə, hər birinin haqqında qısaca məlumat verək. Platiya döyüşü 732-ci ildə baş verib, ərəblərlə franklar arasında baş verib. Talat döyüşü 751-ci ildə baş verib, demək, ərəblərlə çinlər arasında. Hilat döyüşü 737-ci ildə, yəni 830-cu illərin sonunda baş verib, Ərəb-Xəzər müharibələrinə aiddir. Suason döyüşü 486-cı ildə baş verib, demək, Klodvig, yəni frankların başçısı Roma canişini məğlubiyyətə uğradıb. Nəhavənd Həmədan döyüşləri 642-ci ildə baş verib. Bu döyüşdə Sasanlar məğlub olub. Bəz döyüş 837-ci ilə aiddir. Burada Xürrəmlər məğlub olur ərəblərə. Cərmudan 643-cü ilə aiddir.
Ərəblər Cənubi Azərbaycanı tabe edir, Sasanilər məğlubiyyətə uğradır. Amid döyüşü isə 359-cu il tarixinə aiddir. Burada Roma ilə Sasanilər üzə gəlirdi. Keçək 37-ci suala. Səfəvi dövlətin idarəçinin Qaraqoyunlu dövlətin idarəçindən fərqli xüsusiyyətini istəyir. Biz bildiyimiz kimi həm Qaraqoyunlu, həm Ağqoyunlu dövlətləri, həm də Səfəvilər dövlətinə oxşar və fərqli xüsusiyyətlər var idarəçiliyində. Variantlara baxaq. Dövlətin başında qeyri-mərkəzi hakimiyyətə malik hökmdar durur. Bəli. Hər ikisinə aiddir bu. Səfəvilər dövlətində bu şah, Qaraqoyunlu dövlətində padşah adlandırılır, amma eyni xüsusiyyətləri daşıyır. Vəzir maliyyə işlərinə baxır. Bəli, hər iki dövlətdə var bu xüsusiyyət. Hökmdarın yanında məsləhətçi orqan var. Bəli, fəaliyyət göstərirdi. 4 variantı isə yalnız Səfəvilər dövlətinə aid bir xüsusiyyətdir. Çünki hökmdardan sonra ikinci şəxsin vəkil adlanması yalnız Səfəvilər dövlətinə aiddir. Qaraqoyun dövlətində hökmdardan sonra ikinci vəzifəli şəxs Əmir əl-Üməra idi. Yəni qoşunun başında duran ali baş komandan. Cavab yalnız 4. Türkiyə tarixinin 70-ci illər tarixinə aid xüsusiyyət istəyir bizdən. Kənar evinin başçılığı hərbi rejim hərbi çevrilişlə 1980-ci ilin çevrilişi ilə baş tutmuşdu. Kipr adasına qoşun çıxarılma 1974 Enozis kimi xatırladığımız Kipr böhranı ilə baş tutmuş bir hadisədir. Mədəni inqilab 1966-cı ildə Çin tarixinə aid, ümumiyyətlə Türkiyəyə aid deyil. Siyasi sabitlik bəli 70-80-ci illərdə terror təşkilatlarının yarandığı bir dönəmdir və Türkiyə tarixində sabitliyin olmadığı bir dönəmdir. Cavabımız 2, 4. 5 isə 1952-ci ildə baş vermiş hadisədir. NATO daxilinin ümumiyyətlə 70-ci ilə aid deyil. Cavab D variantı. 39-cu sualda fikir verdinizsə, Arata Dövlət Qurumundan sual salınıb. Diqqətinizə çatdırım ki, Arata Dövlət Qurumu bir neçə ildir artıq demin Dövlət İmtahan Mərkəzinin qəbul proqramında yer almayan bir mövzudur, amma artıq bu ildən həmin mövzu proqrama daxil edilib və burada fikir verirsinizsə, OTK-da da sınağa bu mövzu haqqında sual salınıb. Suala baxaq. Ərazisi Urmiya gölündən İran körfəzinə qədər uzanırdı. Bəli, bu Qudi Dövlət Qurumuna aiddir. Dini idarəyə Maşmaş adlanan kahin başçılıq edirdi. Bu Aratdan xüsusiyyətidir. Hökmdar İmmaşkun tərəfindən idarə olunmuşdu, həm də yaradılmışdı Lulu bir dövlət qurumu. İkinci Sargon görüşünə məruz qalmışdır. Bu Manna dövlətidir. Bu heç birinə aid deyil. Akkad'ı süquta uğratmışdı yerdən əvvəl 22-ci əsrdə və bir əsr orada hakimlıq edən Kuti dövlət qurumudur. Variant D variantı. 40-cı suala baxaq. Xəritədə 3 ərazi verilib. 1 kimi göstərilən yer Hindistandır. 2 kimi göstərilən yer bura Yaponiyadır. Və 3 kimi göstərilən ərazi isə xəritədə Çin ərazisidir. İndi gəlin variantlara baxaq. 19-cu 2-ci yarısında İngilislər tərəfindən işğal tamamilə başa çatdırılmışdır. Bəli, bu 1856-cı ildə Aud knyazlığının işğalı ilə Hindistanın işğalı idi ki, İngilislər tərəfindən başa çatdırılmışdır. 1A. 20-ci əsrin əvvəldən respublika elan edilmişdir. Bəli, 1911-ci, 1913-cü illərdə baş verən Çin inqilabı ilə Sun Yat-sen prezidentliyi ilə respublika, Çində 2 dəfə respublika yaradılmışdır. 3B. 1-ci Napoleon işğalına məruz qalmışdır. Fikir verirsinizsə, hər 3 xəritədə göstərilən ərazi Asiya qitəsində yerləşdirilir. Napoleon isə Avropada işğallar həyata keçirirdi. Bu heç birinə aid deyil. Portsmouth sülhünə əsasən Koreyada şəxs ağalı tanınmışdı. Portsmouth sülhü 1905-ci ildə imzalanmışdı. Rus-Yapon müharibəsində Yaponiya qələbəsinə başa çatmışdı və Koreyada Yaponiyanın ağalığı tanınmışdır Rusiya tərəfindən. Bu 2 variantına, yəni xəritədəki 2 göstərilən yerə uyğun gəlir. 1980-ci illərdə konstitusiya qəbul edilmişdir. Bəli, 1889-cu ildə Yaponiyada İmperator Muçixen dövründə konstitusiya qəbul edilmişdir. Bu da 2 variantına uyğun gəlir. Variantlara baxsaq, cavabımız C variantına düzgün şəkildə göstərilib. 41-ci suala baxaq. Almaniyada Weimar Respublikasının mövcud dövründə. Bilirik ki, Weimar Respublikası 1919, 1933-cü illərdə mövcud olub. Nazilərin hakimiyyətə gəlməsinə qədər. Ölkə milliyyətə cəmiyyət daxil olması 1926-cı ildə aiddir. Bəli, bu həmin dövrət düşür. Sarı vilayətinə referendumun keçirilməsi 1935 nazilərin dövrünə düşür. Avstriyanın dövlətə birləşdirməsi 1938 nazilərin dövrünə düşür. Götürmürük. Lokana konfransı 1925-ci ildə keçirilmişdir. Bəli, həmin konferansın keçirilməsi Weimar Respublikası dövrünə düşür. Cavab 1, 4. 5-də isə İtaliya ilə Polat paktı göstərilib. Bu 1939-cu ildə baş verib nazilərin dövrünə aiddir. Qədim dövrə aid oxşarlıqlardan biri yanlışdır. Şumerlər Hunlar türk mənşəlidir. Bəli, hər ikisinə aiddir. Yunanistan və Böyük Hun dövləti Makedon İskəndər yürüşünə məruz qalmışdır. Xeyr, bu heç birinə aid deyil. Doğrudur, Yunanistan İskəndərin deyil, İskəndərin atası 2-ci Filippin, yəni Makedoniya kralının yürüşünə məruz qalıb. Yerdən əvvəl 338-ci ildə baş verən Xeronaya döyüşündə. Amma bu İskəndər orada sadəcə bir sərkərdə kimi döyüşürdü. Hökmdar olaraq iştirak etmirdi. Cavabımız B variantı.
Bunu pozulmuşdur. Aslan Şah Sultan edilməsi 1160-cı ildə baş vermişdir və Atabəy Şəmsəddin Eldəniz böyük Atabəy titulunu qəbul edərək həmin dövlətdə idarə etməyə başlamışdı. Bəli, bu doğru cavabdır. Bizdən isə uyğunluğun pozulduğu variantı istəyir. Şirvanlı Kəsan soyadının varlığına son qoyulması 1382-ci ildədir. Səlcuqların Azərbaycan işğalına baş çatdırması 1066-da Səlcuqların Şirvanşahlara tabe etməsi ilə baş tutmuşdur. Cavab B variantı. Burada uyğunluq pozulmuşdur. Digər variantlara baxaq. 3-cü Məncur Səlcuqlar ittifaq pozması və İraq Səlcuq hökmdarı Mahmudun yürüşü. Bəli, bu 1123-cü ilə aiddir. Doğrudur. Səlcuq hökmdarı Toğrulun Bağdad tutması 1055 və Bağdad xəlifəsini tabe etməsi doğrudur. Didqor döyüşü 1121-ci ildə baş vermişdir və Tiflis müsəlman əmrliyi ləğv edilmişdir. 44-cü suala baxaq. Birinci mətni oxudunuzsa, fikir versəz görərsiniz ki, orada 1846-cı il 6 dekabr tarixində verilmiş fərman reskriptdən söhbət gedir. İkinci mətndə isə biyarın 18 gün kimi göstərilməsi bizə artıq həmin mətndə göstərilən hadisənin 1847-ci kənd əsasnaməsinə aid olduğunu göstərir. Sualda soruşur ki, birinci mətndə bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahata aiddir. Kəndlərin mülkiyyət tabeəsi adı verildi. Bu 1846-cı il 6 dekabr reskriptinə aiddir. Bizə isə 46-cı il 6 dekabr reskriptində olmayan bir şey istəyir. Ona görə biri götürə bilmərik. Üzr hesab edin. B variantına baxaq. Bəylər kəndlər üzərində polis və məhkəmə hüquqları aldılar. Bu 1865-ci ilə qədər kənd cəmiyyəti ictimai idarəsi haqqında əsasnamə qəbul olunmasına qədər mövcud olmuşdur. Yəni hər iki islahata aiddir. Bunu da götürmürük. Kişi cinsindən olan kəndlilərə pay torpağı verilməsi. Bəli. Bu yalnız 1847 və 1870-ci il kənd islahatında öz əksini tapmış bir məsələdir. Həmin islahatda göstərilmişdi ki, kişi cinsindən olan 15 yaşına çatmış hər bir şəxsə 5% torpaq verilsin. Bu 47-ci il əsasnaməsinə aiddir. Demək, doğru cavabımız C variantıdır. 45-ci sualda Aqoni dövlətinin, burada fikir versək, dövlətindən söhbət gedir. Xarici siyasətinə uyğunluq istəyir. Bildiyimiz kimi Aqoni dövləti 1468, 1501 və ya 3-cü illərdə mövcud olub. Qızıl Ordu dövləti ilə bəli, sərhədlərin pozulması haqqında razılığa gəlinmişdi. 1475-ci ildə hətta Rus knyazı bizə elçi göndərərkən Həsən Padşah ona bu məsələni xatırlatmışdı. Osmanlı ilə münasibətlərə baxaq. Trabzon üzərində münaqişə olmuşdur 1461-ci ildə. Amma bu dövlətə aid deyil, Aqoni Tabe İttifaqına aiddir deyə götürmürük. Sultan II Bəyazidin dövründə dost münasibət yaradılmışdı. Bəli, həmin vaxtı ümumiyyətlə Sultan II Bəyazidin dövrü 1481-1500 demək 12-ci illər əhatə edir. Həmin dövrdə də Yaqub Padşahın Aqonlu hökmdarının dövrünə düşür və hər ikisi dost əlaqələr saxlamışdır, bir daha müharibə etməmişdir. Malatya döyüşü 1473-cü ildə baş verib və həmin görüşdə 2-ci Mehmet məğlub olmuşdur. Bəli, doğru götürürük. Avropa ilə əlaqələr. Bildiyimiz kimi Aqonlu hökmdarı Həsən Padşah Avropa ilə iki məqsədlə əlaqələr saxladı. Bir, Osmanlıya qarşı müttəfiq tapmaq. İki, onlardan topçuluq mütəxəssislər gətirmək, topçuluq ölkəmizdə inkişaf etdirmək. Burada B variantında doğru cavab göstərilib. Bildiyimiz kimi 1472-ci ildə Venesiya ilə diplomatik münasibətlər qurulmuşdur, hərbi ittifaq yaradılmışdır. Cavabı baxsaq, A variantı uyğun gələr. 46-cı sualda 1-ci Pyotrdan fərqli olaraq 2-ci Yekaterina dövrünə aid xüsusiyyəti istəyir. 2-ci Yekaterina 1762-1796-cı illərdə hakimiyyətdə olub. Pyotr isə 1682-1725-ci illərdə Rus imperatoru idi. Azərbaycan torpaqlarının hər ikisi yürüş edib. Pyotr 1722-23-cü illər, Yekaterina isə 1796, yəni ölümündən biraz öncə öz qoşunlarını Azərbaycana göndərmişdi. Bu hər ikisini aiddir, götürmürük. Baltik sahillərə çıxışı 1721-ci ildə Niştas sülhünə Pyotr əldə edilmişdi. Bu yalnız Pyotra aiddir, götürmürük. Qaradənizdə üzmə hüquq qazanmışdı. Bəli, 1774-də Kiçik Qaradəniz sülhünə 2-ci Yekaterina buna nail olmuşdur. Krım xanlığı işğal etmişdi 1783-cü ildə yeni Yekaterina dövrünə aiddir. Cavabımız 3, 4. 5 variantına baxsaq, Respublika müqavilə deyil, Respublika 2-ci Yekaterina dövründə bölüşdürülmüşdür. 47-ci sualda Qarabağ bölgəsinin tarixində Vətən müharibəsindən sonrakı dövrə aiddir. Xankəndi şəhərinin mərkəzinin dövlət bayrağının ucaldılması 2023-cü oktyabr ayına aiddir. Bu da Vətən müharibəsi sonra görülən tədbirlərdən biridir. Hadrutun azad edilməsi 2020-ci ilin 9 oktyabr tarixinə aiddir. Bu da Vətən müharibəsinin gedişidir. Bunu götürmürük. Füzuli hava limanı Qarabağ hava qapısı adlandırılırdı. İlk hava limanımız idi. 2021-ci ilin oktyabr ayında açılmışdı. Bəli, bu da Vətən müharibəsindən sonra görülən tədbirdir. Cavab 1, 3. 4-də isə İranlı dövlət sərhədinin nəzarətə keçməsi bildiyimiz kimi 2020-ci ilin oktyabr ayının 22-sində
Ağbənd qəsəbəsinin azad olunması ilə İranla dövlət sərhədimiz nəzarətə götürülmüşdür. Bu da Vətən müharibəsi gedişindədir. Bizdə isə Vətən müharibəsi gedişindən sonrakı mərhələ dediyinə görə cavabımız 1-3. Qalaba Genel Qubernatorluğu bildiyimiz kimi 1919-cu ilin yanvar ayında yaradılmışdı və rəhbər də Xosrov bəy Sultanov idi. Həmin Genel Qubernatorluğun ərazisinə Şuşa, Cəbrayıl, Cavanşir qəzaları, həmçinin Zəngəzur qəzası daxil idi. Cavab C variantı. 49-cu suala baxaq. Burada Şimali Azərbaycanın iqtisadi həyatından danışılır. Yəni bu məsələyə fikir verək. Çünki variantlarda digər məsələlər də öz əksini tapır. 1960-cı illərdə Cavad Mərkəvin Baytar adlı neft zavodu tikdirməsi, bəli, 1863-cü ildə baş vermişdir. Həm iqtisadi bir məsələdir, həm də 60-cı illərə uyğun gəlir. Götürürük. Şəkli ifa fabriki 1861-ci ildə açılıb, həm iqtisadiyyata aiddir, həm də 60-cı illərə. Bu da doğru cavabdır. Dərbənd quberniyası yaradılması 1846-cı ildə 4 quberniyanın yaradılması dövründə əhatə edir. Bunlardan biri Dərbənd idi. Bu həm siyasi, yəni idarəetməyə aid bir məsələdir, həm də demək, dövr olaraq uyğun gəlmir. Dövlət kəndlərinin köçmə qanunu ləğvi 1853-cü ilə aiddir. Bu həm 50-ci illərdir, həm də iqtisadi məsələdir, idarəetməyə aid bir məsələ. Daha doğrusu iqtisadiyyata aid bir məsələdir, amma dövr olaraq uyğun gəlmir. İkinci variantda 70-ci illərə aid xüsusiyyət istəyir. Vahid kənd idarəsinin yaradılması 1865-ci ildə kənd cəmiyyəti ictimai idarəsi haqqında əsasnamə ilə yaradılmışdır. Bəli, bu iqtisadi məsələdir, amma 70-ci illərə aid deyil. Ona görə götürmürük. Neft daşınmasına vaqon siterlərinin istifadə olunmaya başlaması bu 1870-80-ci illərə aid bir xüsusiyyətdir və neft sənayesinə aid yenilikdir və bu dövrə aiddir. İrəvan şəhərinin öz idarə hüququ alması bu idarəetməyə aid bir məsələdir, həm də 1878-ci kənd demək şəhər islahatına aiddir. Dövr olaraq uyğun gəlir, amma iqtisadi bir məsələ deyil, götürmürük. İlk neft daşıyan tanker, yəni 1878-ci ildə istifadəyə verilən Zərdüş Zoroastr tankerinə aiddir, 70-ci illərə aiddir və neft sənayesində iqtisadi sahədə görülən tədbirdir. Bu da doğru variantdır. Cavab C variantı. İkinci Dünya müharibəsində iştirak edən Azərbaycanlı döyüşçülərin fəaliyyətinə uyğunluğu seçməliyik. Gəray Əsədov bildiyimiz kimi Rumıniyanın Makita şəhəri uğrunda döyüşlərdə iştirak etmişdi. 1B variantı. Mehdi Hüseynzadə əfsanəvi Mikhailo bu cür adlandırılırdı. O, İtaliyada və Yugoslaviyada partiyan hərəkatına qoşulmuşdur. A variantı. Əhmədi Cəbrayılov isə fəxri xaç, demək, hərbi xaç medalına layiq görülmüşdür. Fransanın ən böyük, ən yüksək hərbi mükafatı hesab olunurdu. O da C variantı göstərilib. Cavab Y variantı. 51-ci sualda 19-cu birinci yarısına aid müqavilələr öz əksini tapıb. Gürcüstan müqaviləsi 1813-cü ilin oktyabr ayının 12-sində imzalanıb. Türkmənistan sülhü 1828-ci ilin 10 fevral tarixində imzalanıb. Ədirnə sülhü isə 1829-cu ildə imzalanıb. Qacarlar dövləti ruslara hərbi təzminat ödəməlidir. Bildiyimiz kimi təzminat məsələsi yalnız Türkmənistan sülhündə öz əksini tapmışdır. Bu iki variantına uyğun gəlir. Çar 1-ci Aleksandr dövrü. Ümumiyyətlə Çar 1-ci Aleksandr 1801-1825-ci illərdə hakimiyyətdə olub. Onun dövrünə düşən yalnız Gürcüstan sülhüdür. Bu birinci variantı uyğun gəlir. Cənubi Qafqazda Çar Rusiyasının işğalları təsdiqləndi. Bu hər üç məsələdə, hər üç müqavilədə öz əksini tapmışdır. Gürcüstan və Türkmənistan müqavilələrində Cənubi Qafqazın işğalını Qacarlar dövləti tanımışdırsa, Ədirnə sülhündə bu Osmanlı dövləti tərəfindən tanınmışdır. Demək, bu 4 hissəsinə, yəni C-nin 4 variantına uyğun götürə bilərik. Axasıq paşalığının bir hissəsinin Rusiyaya verilməsi Osmanlı ərazisi idi bu ərazi. Bu Ədirnə sülhünə aiddir. Və ilk Rus məskəninə yaradılması 1830-cu ilə aiddir. Bu heç bir müqavilədə öz əksini tapmamış bir məsələdir. Cavab D variantı. Hansı hadisələrin nömrələri yerini dəyişdirsə xronoloji düzgün alınır. Baxaq. Attila Bizans üzərinə müqavilə hücumu və müqaviləsi 434 və 447-ci 2 dənə müqavilə imzalayıb. Axund dövləti Heratı özünə tabe etməsi 484-cü ilə aiddir. Qərbi Qaraxanlının yaranması, Şərqi və Qərbi Qaraxanlı dövlətləri 1042-ci ildə Qaraxanlının parçalanmasına yaranıb. Böyük Xaqan Mançiyə qəbul etməsi 8-ci əsr tarixinə aiddir. Və Çinin Qərbi Göytürk dövlətinə əsas salması 650-ci ilə aiddir. Variantlara fikir versək, burada 3 və 5 punktlarını yerini dəyişsək, xronoloji daha düzgün olar. Ona görə cavabımız C variantı. 53-cü suala baxaq. Hastings döyüşü 1066-cı ildə baş verib və İngiltərə tarixinə aiddir, Fransa tarixinə aid deyil. Ona görə bunu götürmürük. Bizansın xaçlara dəstək verməməsi və ikinci xaç döyüşünün baş verməsi və uğursuzluğu. Bu doğru cavabdır. 1147-1149-cu ildə baş vermişdi ikinci xaç döyüşü və doğru cavabdır. Avropa Rekonquista hərəkatı 11-15-ci əsrdə baş vermişdi. Latin imperiyası 1202-1204-cü illərdə 4-cü xaç döyüşü zamanı Bizans ərazisində yaradılan imperiya idi. Heç biri bir-birinə uyğun deyil.
Vestfaliya sülhü 1648-ci 30 illik müharibənin sonunda başa çatması ilə imzalanan müqavilə idi. Bununla da Avropada dini müharibənin başlanğıcı qoyuldu, yox, əksinə son qoyuldu. Götürmürük. Augsburg sazişi 1555-ci ildə imzalanıb. Bu sülhə əsasən protestanlara etiqad azadlığı icazəsi verilib. Onun etiqad azadlığı tanınıb. Cavab 2-5. Daş dövrünün fərqli olaraq erkən və orta Tunca aid xüsusiyyət. Əkinçilikdə süni svarma istifadə. Bildiyimiz kimi süni svarma erkən Tuncda yaranıb, orta Tuncda da var idi. Bugünkü dövrümüzdə də fərq, yəni mövcuddur. Siklovi tikililər son Tunca aiddir. Bu heç birinə aid deyil, götürmürük. Əhali oturaq həyata keçmişdə Neolit dövründə. Demək, bu daş dövrünə aiddir deyə bizdə isə daş dövrünün fərqli xüsusiyyət istəyir deyə götürmürük. Köçmə maldarlıq erkən Tuncda yaranıb və bu gün də mövcuddur, orta Tuncda da aiddir. Cavab 1-4. Heydərin birinci rəhbərlik dövrü bildiyimiz kimi 1969-1982-ci illəri əhatə edir. İkinci rəhbərlik dövrü isə 1993-2003-cü illəri əhatə edir. Yəni prezidentlik dövrü 2 dəfə seçilmə dövrü. Konstitusiya qəbul edilməsi. Konstitusiya hər iki dövrdə var. 1978-ci ildə də var. SSR-nin birinci katibi olduğu dövrdə. 1995-ci ilin 12 noyabr tarixində də müstəqil dövründə də var. Bunu götürmürük. Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə çəkilmişdir. Bu birinci rəhbərlik dövrünə aiddir. Bizdə isə ikinci rəhbərlik dövrünə aid xüsusiyyət istəyir. Götürmürük. Əsr müqaviləsi 1994-cü il sentyabrın 20-sində imzalanıb. Bu ikinci rəhbərlik dövrünə aiddir. Dövlət Neft Fondu 1999-cu ildə təsis olunub. Bu da ikinci rəhbərlik dövrünə aiddir. Cavabımız 3-4. Xonca Əlicanlıq Bədir döyüşündə müsəlmanlara qalib gəlməsi 624. Əbu-Müslimin Əməvilərə qarşı üsyan qaldırması. Bu 8-ci əsrin ortalarında Əməvilərə qarşı üsyan idi və üsyan nəticəsində Kordova xilafətdə yaranacaq. Hakimiyyətə də demək Əməvilər yox, Abbasilər gələcək. Ludvikin xristianlığı qəbul etməsi bu 486-cı ildən sonrakı dövr tarixinə aiddir. Yəni dövlətin yaranmasının 5-ci əsr sonunda Frank dövlətinin yaranmasından sonrakı bir prosesdir. Almaniya kralı 1-ci Ottonun imperatorluğuna edilməsi isə 962-ci ildə aiddir. O Romaya hücum edərək Romada yeni bir dövlət, Müqəddəs Roma imperiyasını yaratmışdır. Arıcılığı götürüb baxsaq 3, 1, 2 və 4 rəqəmlərini götürürük. Arıcılıq bu cür olmalıdır. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Monqolların birinci yürüşü bildiyimiz kimi 1220-1222-ci illəri əhatə edir. Xarəzmdə Cəlaləddin yürüşü isə 1225-31-ci illəri əhatə edir. Gəncədə Bəndər üsyanı 1231-ci ildə Xarəzmdə Cəlaləddinə qarşı baş vermişdir. Bu Cəlaləddinə aiddir. Azərbaycanda bütövlükdə ali Monqol xalqlarına tabe edilmişdir 1239-cu ildə. Bu Monqolların ikinci yürüşü dövrünə aiddir. Heç birinə aid deyil. Şirvanda 2-ci Axistan asılılığı qəbul etmişdir. Bu Hülakilər dövrünə aiddir 1258. Heç birinə aid deyil. Şahidlərin çoxu burada 2-ci Axistanı qarışdırıb 3-cü Fəribüzlə və onu Cəlaləddinə aid ediblər. Diqqətli olaq. 1227-ci ildə Cəlaləddin Azərbaycanda Şirvanşaha tabe edərkən onda hökmdar 2-ci Axistan deyildi, 3-cü Fəribüz idi. Burada isə 2-ci Axistan yazına görə bu Hülakilər dövlətinə aiddir. Heç birinə aid deyil. Təbriz ələ keçirilməmişdir. Bəli, bildiyimiz kimi birinci yürüşdə Təbriz 3 dəfə, Gəncə bir dəfə xərac verilərək dağıntılardan xilas olmuşdur. Aksunqilər dövləti süqut olunmuşdur 1227-ci ildə Cəlaləddinin yürüşü zamanı. Bu da Y variantı da buraya uyğun gəlir. Demək, 1 D, 2 A, Y variantları uyğundur. 30-cu suala, daha doğrusu mətni oxuyaq, 58-ci suala baxaq. Mətni oxuduzsa, mətndə demək, Nadir Şah Əfşarın qurduğu Əfşarlar dövlətindən söhbət açılır. Mənbədə verilir ki, sual belədir ki, 58-ci sual, həmin qurultay, yəni su qovuşan qurultayından söhbət gedir, Muğan qurultayından söhbət gedir. Qurultay nəticəsində hansı dövlət süqut uğrayıb, hansı dövlət yeni yaranır? Süqut uğrayan dövlət bildiyimiz kimi Səfəvilər dövlətdir. Yeni yaranan dövlət isə Əfşarlar dövlətidir. 59-cu sualda mətndə bəhs edən qurultay nəticəsində yaranan yeni dövlətdə hətta keçən islahatları istəyir bizdən. İnzibati idarəetmə islahatlarını yaza bilərdik ki, məsələn, demək, baş vəzir və sədr əzəm vəzifələrinin ləğv edilməsi. Həmçinin Azərbaycan əyaləti adlanan ərazi vahidinin yaradılması. Bildiyimiz kimi Nadir Şah 4 Səfəvi bəylərbəyliyin ləğv edir, Azərbaycan əyalətini yaratmışdı. Mərkəzdə Təbriz şəhəri idi. Həmçinin paytaxtın demək Məşhəd şəhəri elan olunması.
Digər bir məsələ, məsələn, deyə bilərik ki, dövlətin idarə etməsində, inzibati idarə etməsinə aid xüsusiyyət deyə bilərik ki, dini yox, dünyəvi dövlət xarakterini daşıması. Bu məsələlər demək, Əfşarlar Dövlətinin inzibati idarə etmə islahatlarına aiddir. İndi isə vergi islahatına baxaq. Vergi islahatında deyir ki, vergi sahəsində qayda-qanun yaratmaq üçün islahat keçirilmişdi və vergilər pulla alınmağa başlanmışdı. Pulla alınırdı. Bu da vergilərin pulla alınması bildiyimiz kimi üsyanlara səbəb olacaq. 60-cı sualda yeni yaranan dövlətin qurucusunun və Şah 1-ci Abbasın xarici siyasətinə oxşarlığı. Biz bildiyimiz kimi Şah 1-ci Abbas, həmçinin Nadir Şah Osmanlı ilə müharibələr aparıb. Həmçinin hər ikisi Osmanlı dövləti ilə müqavilə imzalayıb. 1743-cü ildə Nadir Şah, 1590, 1612, demək 1618-ci illərdə isə Şah 1-ci Abbas Osmanlı ilə müqavilələr imzalayıb. Həmçinin hər iki hökmdar Avropa dövlətləri ilə də əlaqələr saxlayıb. Diplomatik əlaqələr saxlayıb. Bu da hər iki hökmdarın xarici siyasətinə aid xüsusiyyətlərdən biridir. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.